Tech Pro kanalına xoş gəlmisiniz dostlar. Bu videoda Honor 600 adlı telefonu incələyirik və başlayaq. İlk öncə dizaynla başlayaq. Dostlar, görmüş olduğunuz kimi telefonun çərçivələri, yəni metal çərçivədir. Yəni buradan görmüş olduğunuz kimi biraz premium hissiyatı bizə verəsidir və həmçinin həqiqətən bu telefon indiki dövrdə insanların böyük seçim obyektidir. Ona görə də mən bu videonu çəkmək qərarına gəldim. 200 megapiksel kamerası və yaxud necə deyək, süni intellekt dəstəkləri ilə bu telefon hal-hazırda gündəmdədir. Dostlar, bu telefonun həqiqətən çərçivələri də çox incədir. Yəni olduqca çərçivələr incədir. Ekran gövdə nisbəti də olduqca çox yaxşı səviyyələrdə olduğunu mən sizə deyə bilərəm. Bir də ki, dostlar, əlimdə olan qaynaqlara əsasən bu videonu çəkə bilərəm. Hal-hazırda əlimdə bir telefon olmadığı üçün əyani şəkildə bu videonu unboxing, yəni qutu açılımı kimi və yaxud da birbaşa çəkə bilmirəm. Hal-hazırda belə çəkirik. Nəsə, videoya qaydaq. Dostlar, telefonun ekranı AMOLED bir ekrandır. Yəni burada 120 Hz-lik bir paneldən istifadə olunubdur və 5G-ni dəstəkləyən telefonumuz 2026-cı ilin aprelində istehsal olunub. Yəni yeni bir telefondur. May ayında satışa çıxıbdır. Telefonun çəkisi 185-190 qram civarında. Suya, toza və isti suya da davamlıdır. Dərin suda da, yəni təzyiqli suda da davamlılıq göstərir. Ancaq ehtiyatlı olmaqda fayda var. AMOLED ekranda demiş olduğum kimi, yəni bu telefonun ekranı pis deyil. 1264-ün 2728 pikseldir və 408 ppi-lıq 8000 nit maksimum parlaqlığı, ancaq HDR olan videolarda bu keçərlidir. 3840 PVM dəyəri mövcuddur. Yəni göz rahatçılığı üçün də burada önəmli bir rol oynayan bir dəyərdir bu. Android 16 əsaslı Magic OS 10 ilə gəlir dostlar telefon və Snapdragon 7 Gen 4 ilə işləyir. Bu tip telefonlarda yəni yaxşı prosesorları olaraq bilinir. Orta sinif bir performans verəsidir sizə. PUBG Mobile 90 FPS civarı verir. Və dostlar, telefonun kamerası 200 megapikseldir. 12 megapiksellik bir ədəd kamerası da var. Və ön kameramız 50 megapikseldir və 4K 30 FPS, 1080p 60 FPS. Arxa kamerası isə 1080p 60 FPS və 4K yenə 30 FPS video çəkir. Yaxşı kameralardır dostlar. Samsung'un orta sinif bir sensorundan istifadə olunur və optik stabilizasiyanı dəstəkləyir. Yəni cüt kalonkası da mövcuddur telefonun və görmüş olduğunuz kimi Wi-Fi falan da dəstəkləyir. Bağlantı qismində də telefon pis deyil və cüt dinamikdir. Mən sizə yenə də deyim bunu. Barmaz oxuyucumuz ekranın altında yerləşdirilib və bu telefon 7000 mAh-lıq batareya ilə gəlir. Yəni necə deyək, beynəlxalq olanlarda, yəni böyük ehtimal sizdə 7000 mAh-lik gələsidir. 80 Watt-lıq zaryadkanı dəstəkləyir və belə deyim də, pis deyil həqiqətən. Reverse zaryadka da var, yəni başqa bir telefona zaryadka da elə bilərsiniz bu telefondan kabellərinə qoşub. Və 1.800.000, 1.087.000 148 xal yığır Antutu benchmarkdan. Elə yüksək bir dəyər deyil sadəcə dostlar. Bu telefonun, yəni necə deyim, orta sinif bir telefon olduğu üçün çox da böyük bir şey yoxdur. Yəni burada görmüş olduğunuz bunun düyməsi də var. Məsələn, bu da yapay zəka düyməsidir deyə. Yapay zəka deyəndə, yəni süni intellekt, buradan da basıb müəyyən necə qısa yolları əldə edə bilərsiniz. Hansı ki, bu şəkildən video düzəltmək belə bir şeylər var. Yəni telefon alına bilən qəşəng telefonlardan biridir. Dostlar, bu videodan bu qədər. Yəni yenə deyirəm, bu videonu bəyəndinizsə kanala abunə olmağı və videoya like atmayı unutmayın. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.